40 yaşında gerçəkdən insan pulun qədrini deyək, ümumiyyətlə sağlığın qədrini bilməsini deyək, başqa bilir. Amma 20 yaşındakı insan onu elə o dərəcədə bilmir. O dərəcədə bilmir. 60 yaşındakı insan şükrə daha çox meyilli olur. 40 yaşındakı insan başqa cür olur. Ona görə yaş kateqoriyalarla işləmək bizə çox təcrübələr qazandırır. Gənc xanımdır, imkanı var, deyir ki, mən elə olmaq istəyirəm ki, çox fit bədənə sahib olmaq istəyirəm. Çəkisini soruşuram, ehtiyac yoxdur onun nə çəkisinə dəyməyə, nə heç bir deyirəm, bu sadəcə photoshoplarda gördüyünüz, yəni oraqlamaqdan istəyir bu xanım. Yəni ehtiyac qəbul eləmirəm elə mən pasiyenti. Çünki insanlara davamlı gördükləri bir şeyləri istəyirlər. Ona görə də bizim bədənimiz bizi bilsiz həyatda necə saxlayır? Necə? Qorx, qaç. Qorx, qaç. Yəni biz onu tərbiyə eləməklə bir şeylər qazana bilərik.